O bölgənin təkcə müxbiri deyil, həm də aynası idi. Onun ikisi yalnız jurnalistika sahəsində yox, həm də böyük bir ekran kütləsində boşluq yaradır. Artıq məktəblə öz qanunlara uyğun olaraq azad olunmuşam. İlkin Zərbəliyev haqqında isə danışanda mən ilkini həmin məktəbin yadımdadır, onun balacalığı da, çünki mən onlarla qonşu olmuşam. Ona görə də onlar haqqında tamamilə məlumatım var. Və eyni zamanda məktəbdə bir şagird kimi onu tanımışam. Məktəbdə doğrudan da ilk uşaqlığından üzü gözümün qarşısında böyüyən bir insan kimi uşaq olub və həmişə də həm balaca vaxtlarında, həm bir qədər yaşlanandan sonra çox ləyaqətli şagirdlərimizdən olub. İlkin çox savadlı oğlan idi, savadlı oxuyur. Fərqlənsin. Öz böyük kiçik yerin bilən olsun. İlkini mən həmişə böyük kiçik yeri bilən, müəllim şagird münasibətlərini həmişə gözləyən, nəinki müəllim şagird münasibətini, eyni zamanda kənarda ilkin həmişə böyüyə kiçiyə həmişə hörmətlə yanaşan. Ümumiyyətlə o küçədə, yəni bizim yaşadığımız küçədə, onun valideynləri ilə bir küçədə yaşayıram mən. O ailədən narazı qalan adam ola bilməz. Çünki düşünürəm ki, narazı qalan adam özü belə çatışmamazlıq ola bilər. Çünki onun həm atası, həm anası ziyalı adamlardır. İraniyar balası haqqında keçmiş zamanda danışmaq nəsib olmaz. Çox çətin. Onda da ilkin kimi oğul haqqında danışmaq. Balam olduğu üçün demirəm. İlkin doğrudan da qeyri-adi övlad olur.
Əsgərlikdən gələndən sonra Lider TV-yə işə düzəldi. Xeyli orada işlədi. Bəzən maşın olurdu, olmurdu, mənimlə də gedirdi. Buradan Horodizə kimi getmişik, ATƏT-in nümayəndələrini qarşılamağa bir yerdə getmişik. Əksər vaxtlarda elə bir yerdə gedirdik. Çətinlikləri, zatları olurdu, ancaq yenə bir qram narazılıq, narahatçılığı yox idi ki, bu çətinlik oldu, nə vardı. Bütün Şirvan bölgəsinin bütün rayonlarına getmişik, əksəriyyətinə getmişik. Şamaxıdan belə, İsmaillidən belə. Hamısına getmişik, hamısından da üzü ağ, rahatçılıqla gəlib. Heç kimin də narazılığı da olmur. Haqqın tərəfdarı olub həmişə Göyçayda getmişik, əksər rayonlara. Həmişə də haqqın tərəfdarı olub, düzün tərəfdarı olub. Hərbi xidmətdə olanda əsgərlərdən biri məzuniyyətə gəlmişdi şəhərə. Qaydanda söhbət əsasında məlum oldu ki, şəhərdə bir televiziya açılıb, adı da Liderdir. Bu əsgər bizə televiziya haqqında bir neçə verişlər haqqında fikir bildirdi. Mən də birdən-birə fikir formalaşdı ki, mən bu televiziyada işləyim. Və oktyabr ayında təxsis oldum hərbi xidmətdən. Elə qismət oldu ki, noyabr ayının 5-i 2000-ci ildə televiziyaya parlament sessiyalarında ilk reportajı hazırlamalı oldu. Və o gündən bu günə kimi də bu televiziyada çalışır. Müəllimləri onun haqqında danışanda deyirlər, İlkini biz sağ gözümüzə qədər istəyirdik. Bu hər şagird haqqında deyil. Deyilən sözdür. Zabitə ağlı onun haqqında danışanda, xatirələr verəndə ağlaya-ağlaya verir. Verdi daha doğrusu. Ailəmiz üçün, ümumiyyətlə, Hacı Şeyx Zərbəli nəsli üçün İlkinin itkisi çox ağır oldu. Bir gün utanır diyemem, ne olur geri dön. İnsanlar dünyaya gələndə onlar öz qeyri-adi taleylərlə digərlərinə fərqlənirlər. Bugün düzü İlkin haqqında kimlərinsə atdığı addımı mən alqışlayıram, yox, həmin adamlara elə qabaqcadan təşəkkür edirəm. Çünki İlkin televiziya aləminə o vaxt gəlmişdi ki, onda televiziya bolluğu bu qədər deyildi. Televiziyaların texniki imkanları, televiziyaların məkan baxımından yerləşmələri də heç o qədər də ürək açan deyildi. İlkin Liderdə başlamışdı müxbirlik fəaliyyətinə və mən deyərdim ki, İlkin tək Kürdəmirli olaraq Kürdəmirin yox, bütövlükdə regionun, əslində mən İlkinlə çox həddən artıq yaxın olmuşuq, həddən çox bir yerdə işləmişik. Müəyyən məsələlərin televiziya ekranına, efirə, xəbər hazırlanmasında İlkin dövrlərdə biz İlkinlə çox yaxın münasibətdə olmuşuq və İlkinin qeyri-adiliyi onun səmimiliyi idi. Həm də o çox obyektiv oğlan idi. Demək olar ki, İlkin bəlkə də tanıdığım televiziya, media işçiləri içərisində ən təmizi və təmənnasızı idi. İlkin heç vaxt öz, belə deyək, mövqeyindən, imkanlarından istifadə eləməyib. Heç özü üçün də eləməyib, ailəsi üçün də eləməyib, tanıyanlar bilir. İlkinin obyektivliyi hesab edirəm ki, həmin dövr üçün Kürdəmir ictimaiyyətinin hamısının yadındadır. İlkində həm də qeyri-adi istedad vardı. O, kiçik bir xəbərlə bütöv bir ictimaiyyəti, cəmiyyəti sirkələyə bilirdi. Yəni, bu həmin dövr üçün mən Lider televiziyasında gedən xəbərləri kimlərsə izləsə, baxarlar ki, Kürdəmirin gündəlik inkişafında, Kürdəmirin sosial həyatında, sosial-iqtisadi inkişafında İlkinin xəbərlərinin, mən deyərdim ki, rolu var idi. İlkin gözə çarpan, bəzən isə gözdən lap uzaqdakı hadisələri elə reallığa gətirib onu xəbərə çevirə bilirdi ki, xəbəri dinləməkdən heç vaxt tamaşaçı doymurdu. Yəni, İlkinin ən böyük, bəlkə də deyərdim ki, qabiliyyəti o idi ki, xırda bir xəbərlə böyük bir mətləbi aça bilirdi. Və İlkin haqqında günlərlə, saatlarla danışmaq olar. Mən deyərdim ki, İlkinlə ilk dəfə rastlaşdığımızda elə bir mədəniyyət xəbərini hazırlayırdı və İlkinlə biz xəbərin, belə deyək, hazır mətnini gətirdi mənə və bu xəbərdə əslində düzəliş eləmədim, öz mövqeyimi bildirdim. Biraz dirənmək istədi ki, öz mövqeyində qalsın. Sonra razılaşdı və başa düşdü ki,
Mən bu sahənin adamı olmasam da, amma yazı pozu ilə bağlı nələrdənsə deyəsən anlayışım var. İlkin haqqında, ümumiyyətlə İlkinin doğulduğu, böyüdüyü ailə də mən hesab edirəm çox səmimi adamlardır. Onun atasını, qohumlarını, atası həddən artıq zəhmətkeş bir ailədə doğulub, həddən artıq zəhmətkeş bir ailənin övladıdır. Mən düzünü axtarsaz, siz məni qəfil yaxaladınız. İlkinlə bağlı günlərlə danışaram, amma bunlar baxıram ki, sistemsizdir. Və İlkin haqqında kimlərinsə atdığı bu addımı alqışlayıram və bir İlkini indi də və bəlkə də ömrü boyu xatırlayacaq bir adam kimi qabaqcadan təşəkkür edirəm o adamlara. Və Bölgə TV-yə də uğur arzulayıram və hesab edirəm ki, Kürdəmirin həyatında Bölgə TV-nin xüsusi bir rolu olacaq və öz möhürünü artıq vurub. Çünki tamaşaçı baxımından, sonra izləyicilər baxımından indi internet televiziyası kimi imkanların genişləndirsə, Bölgə TV-yə də uğurlar arzulayıram və sizə də uğurlar. Demək, bir şadlıq sarayının yanından keçirdim. Dedim ki, Allah istəyir, mən də bu toyum burada olaydı. Bakıda. Sonra uşaqlar, Türkiyəyə gedən uşaqlar, biri Türkiyədə oxuyub, orta məktəbdə olanlar. Prezidentlə görüşdülər. Dedim, nə olar, mən də Türkiyəyə gedib oxuya biliydim. Sonra deyir, daim gilin evindən baxırdım deyir pəncərədən. Gördüm bir ev var. Evin balkonunda göyərçinlər yuva qurub. Orada natəmizlik edirlər. Dedim deyir ki, o ev mənim olsa, mən o elə təmiz saxlayaram ki. İnanırsan o ev İlkin qismət oldu. İnanırsan İlkin Türkiyəyə getdi. Ürəyindən keçən o hiss arzusa bir il getdi oxudu. Sonra dedi ki, Azərbaycanda təhsil oradan qüvvətlidir. Bəyənmədi, gəldi. Onda 9 oxuyur. Sonra şadlıq evini danışanda, həmin şadlıq evində İlkinin toyu oldu. Arzu Şadlıq Sarayı. Bir də deyir, mama, mən deyirdim ki, deyir, onun bir xüsusiyyəti var idi. Toya getdi, qohum əqrəbənin toyuna, senari verərdi müğənnilərə. Bu filan mahnı oxunmasın, filan mahnı oxunmasın. Filanlar. Deyəcəkdim, deyir ki, məhəbbətin qüdrətini mən belə bilməzdim ana. Mahnısı ilə biz girəndə oxusun müğənni. Yadımdan çıxmışdı. İnanırsan, deyirəm, o mahnı ilə də oxudu. Eləcə də evlənməyi, İlkin bibisi qızı ilə evlənmişdi. Onlar Bakıda yaşayırdılar. Mən deyir, Türkiyədə oxuyanda gördüm bir ağsaqqal kişi bibimin ikinci qızının əlindən tutub gətirdi ki, bu qız sənin qismətindir. İlkin, bu qız sənin qismətindir. Ondan sonra deyir, mən maraqlandım o qızla, yəni həmin qızla da ailə qurdu İlkin. Bu mistik hisslər, nə bilim, bu da bir Allahın, İlkinin Allaha yaxın olmağındandır. Nədəndir? Burasını açıqlaya bilmirəm, hələ də fikirləşirəm. Nə oldu? Bunlar hamısı elə İlkin ürəyindən keçən oldu. Bir kərə bu müəlliməsinin yanında danışdım. Deyir, nə olar? Ay müəllimə, mən bağça müəlliməsi olmuşam. Müdürümüzlə danışırıq, İlkinin müəlliməsi olub bilmirəm hələ. Bir kərə də bir ata evladının əlindən yapışıb aparanda desin ki, nə olar? Mən də evladımı bu cür məktəbə apara biliydim. Mənə də qismət olaydı. Nə olar? Bir dənə də bu İlkin ürəyindən keçsin da. İlkin evlad həsrəti ilə. O ürəyindən keçmədi, o barədə heç nə demədi. İlkinin nişanəsi qalmadı. Allah qardaşlarının, bacılarının sizlə belə canını sağ eləsin. İlkin övladı olmalı. Xəstəliyə əlaqədar oldu, nə oldu? Çox
Təntənəli, gözəl toy oldu İlkinin Bakı Arzu Şadlı sarayında. Doğrudan yüksək səviyyəli toy oldu. Hamı elə fərəhimiz, fəxrimiz toydan 1-2 il sonra sanki İlkin Bədnəzərə gəldi. Bədnəzərə övladlarıma da deyirəm. İnanıram, inanın sizə. Şükür əlhəmdülillah, Əzrail Allah işidir, ancaq bədnəzərdən qorxun. Elə bir sözlər, elə bir danışıqlar var ki, doğrudan da inanmaya bilmişdim. Ama Quranda da var bədnəzər haqqında. Bir qadın gəlmişdi mənim yanıma, uşaq gətirmişdi. Soruşdu məndən İlkinlə qonşu olub. Dedim, vallahi nə bilim, İlkin də qalıb bir üzü Türkiyə, bir üzü Almaniya, bir üzü Moskva. Canlı əlində giriftar. Sağla, demək, vaxtilə İlkin binasında yaşayıb, başqa məhəllə evə köçüb. İlkin nə tərdi sağla müəllimə, məndən soruşdu. Dedim, vallahi İlkini nəzər elə hala salmadı ki, bir yana çıxar. İnanın Allaha, qadın gözünün yaşın od kimi axıtdı. Birinci dəfə gördüyüm qadındı, valideyindi. Dedi, Allaha and olsun müəllimə, sən balı nəzər elədi. Mən İlkin haqqında danışanda yadıma düşür İlkin kimi jurnalistlər. 50 yaşa çatmamış dünyasını dəyişən jurnalistlər yadıma düşür. Mən ola bilər, səhv eləyərəm. Səhv eləmirəmsə Ali Mustafayev, səhv eləmirəmsə Qənirə Paşayeva, səhv eləmirəmsə Salahattin Əsgərova, bunların hər biri 50 yaşına çatmamış dünyasını dəyişib və Azərbaycanda çox böyük hörmət qazanmış insanlar olub. Və mən düşünürəm ki, mənim öz fikrimdə, əqidəmdə İlkin də onların hər biri, bu sözü deyim ki, belə deyim ki, onların hər biri dünyasını dəyişəndə mən çox böyük pis hallar keçirmişəm. Yəni, dəyərli insan dünyasını dəyişəndə insan onu öz doğması kimi hesab edir. İnsanın öz doğmasına çevrilir. Onların hər birində mən özümü çox pis hiss eləmişəm və elə bil ki, sanki öz əzizlərimdir dünyasını dəyişən. Ancaq İlkin də eyni zamanda 50 yaşa çatmamış dünyasını dəyişdi və o cür hesab eləyirəm ki, elə həmin səviyyədə düzdür, Kürdəmir ərazisində o çox böyük işlərlə məşğul olurdu. İşləri mən həmişə izləyirdim, öz şagirdlərimizi, öz də daha doğrusu yaxşı şagirdləri izləyirdim. Onun işləri ilə maraqlanırdım. Həmişə görürdüm ki, çox ədalətli, çox qətiyyən hiccəli hərəkət etməzdi İlkin. İlkin ədalətli hərəkət eləyərdi, ədalətli yazılar yazardı. Ümumiyyətlə, rayonunun, respublikasının inkişafı üçün həmişə əlindən gələni əsirgəməyən bir jurnalist idi. İlkin fərqli doğulmuşdu anadan. Onu fərqli yaratmışdı yaradan. Layiqincə davam etdirməyə çalışırdı. Çox məsuliyyətli idi işində.
Yəni istəməzdi ki, nəsə onun işi ilə bağlı jurnalist fəaliyyətinə mənfi təsir göstərəcək bir hal olsun. Ona görə də həmişə məsuliyyətli yanaşırdı işlə, sevərək yanaşırdı fəaliyyətinə. Elə gün olurdu ki, o vaxtı yəni videonu, kaseti jurnalist özü aparıb çatdırmalı idi. Yəni indiki kimi internet inkişaf eləməmişdi. Elə vaxt olurdu ki, gündə 2 dəfə gedib gəlirdi Bakıya. Gedirdi, material verir, təzə material çəkməyə ehtiyac olurdu. Təzə yenə gəlib çəkirdi, onu da aparıb çatdırırdı ki, işin vaxtında çatdıra bilsin. 2005-də 5 ildən sonra xəstəlik baş verdi İlkinin səhhətində. İlkinin səhhətində xəstəlik baş versə də, amma yenə öz fəaliyyətini davam etdirməyə çalışırdı. Bir neçə ölkəyə getdi xəstəliklə əlaqədar. Türkiyəyə getdi, Almaniyaya getdi, Moskvaya getdi, İrana getdi. Yəni Azərbaycanda da getmədiyimiz xəstəxana qalmadı. Təəssüf ki, heç bir həkim xəstəliyin çarəsinə vasitə tapa bilmədi. İlahin qisməti idi, özü də razılaşmışdı. Yəni bir dəfə olsun belə demədi ki, ilahi mən bu xəstəliyi hardan tapdı. Həmişə şükür edərdi, həmişə razı olardı, narazılıq bildirməzdi. 2005-dən xəstəliyi yaxaladı. 2017-də yataq xəstəsi kimi yerişin fəaliyyətini itirmişdi. 5 ildə yataq xəstəsi olandan sonra 2022-də dünyasını dəyişdi. Dağınıq skleroz idi xəstəliyi. Yəni o da bir sağalmaz xəstəlik idi. Jurnalist sahəsində məsuliyyətli olduğu kimi dostları arasında da məsuliyyətli dost idi İlkin. Ailədə də, yəni qardaş kimi də bacılarına, mənə çox məsuliyyətli, canı yanan idi. Yəni çox diqqətli idi İlkin. Yəni hansımızın nə problemi olarsa İlkin həmən yanımızda olardı ki, çözsün problemimizə, bizə dəstək olsun. İlkin çox nətər deyiləm, hər incəliyə gedən adam idi. Yəni kim nəsə bir səhv olarsa, o niyə belə hərəkət elədi, o niyə belə oldu? Adi yolda bir dilənçi görürdü, deyirdi, onun həyatı niyə belə olub? Yəni o səxavətli insan idi. Onun da fikirləşirdi ki, bu niyə belə yaşayır, bu niyə dilənir, bu niyə belə ehtiyatsızlıqdır, yəni pula ehtiyacı var. Belə çox dərinliyinə gedən adam idi. Jurnalist İlkin Zarbaliyev sözün gücünə inanan, qələmi ilə həqiqət yazan insanlardan biri idi. Bugün onun məzarını ziyarət edərkən anlayırıq ki, jurnalist özü həyatdan köçə bilər, amma onun yazdıqları və xatirəsi həmişə yaşayır. Yaşayacağım aranızda.